üyemika çağırdı, həm də aparatur işinə baxırdı. Sonra belə oldu ki, yavaş getdi. Əlişka oxumaq istəyirəm, deyirəm, sən hələ oxumaq, Azərbaycancan danışan bilsən, sən necə oxuyacaqsan? Evdə başa saldım. Belə də filarmoniyada məşqdə, orada, burada, toylara apardım özümlə. İyonika çağırdı, aparatur işi, sonra mikrofon qoydum, başladı oxumağa. İkinci səsdə oxuyurdu. Elə, gəldi oldu müğənni və sonra başladı mənə tələb eləmək. Sən mənə kömək elə, mən efirə çıxım. Dedim, efir üçün gəlir bəstəkar mahnılar oxuyasan. Və sən də estrada oxuyansan, yəni sən bəstəkar mahnılar, Tofiq Quliyevin, Rauf Hacıyevin və yaxud belə səsimə düşən mahnılar. Nəysə, onları da xırda məşq eləyirdim oyla. Sözüm nədir? Bunu yontalaya, rəndəliyə elədim onu Səməd Səmədov.